Salamlar. Bu günləri Donald Trump'ın Venezuela ilə bağlı addımları, Maduro və ölkə gərginliyi, beynəlxalq hüquq mübahisələri haqqında danışacağıq. Videoda tərəf tutmayacağıq. Məqsəd faktlar və iddialar və nəticələri təqdim etməkdir. Hadisə necə başladı? 2026-cı ilin əvvəllərində yayılan xəbərlərə görə ABŞ Venezuela ərazisinə hərbi addımlar atıb. Trump'ın açıqlamasına görə əməliyyat ölkə rəhbərliyinə qarşı idi. Suallar doğur. Bu əməliyyat qanunidirmi? Beynəlxalq hüquqa uyğun gəldimi? ABŞ nəyi məqsəd göstərir? ABŞ arqumentləri siyasi və iqtisadi böhran, regionda artan qeyri-sabitlik, narkotik ticarəti və təhlükəsizlik riskini buna səbəb olaraq göstərir. BMT və beynəlxalq hüquqi mütəxəssisləri deyir ki, belə əməliyyat şərt olmadan aparılıbsa, pozuntu sayıla bilər. İnsani təsirlər. Mülki insanlar zərər görüb, böhran daha da dərinləşib. Petrol və geosiyasət. Venezuela dünyanın ən böyük neft ehtiyatlarından biridir. Bu əməliyyat yalnız siyasət deyil, enerji və iqtisadi maraqlara da bağlıdır. Bəzi ölkələr ABŞ-ı tənqid etdi. Beynəlxalq təşkilatlar gərginliyi azaltmağa çağırdı. Bəzi mənbələr siyasi məhbusların azad edilməsini qeyd etdi. Bu hadisə onu göstərir ki, müasir siyasət şahmat oyunu kimidir. Bir gediş onlarla nəticə. Əsas sual, qaydaları kim yazır və kim pozur? İddialara görə mümkün hərbi əməliyyat zamanı mülki əhali zərər görə bilər, böhran daha da dərinləşə bilər. Bu tür hadisələrdə ən böyük zərərli sadəcə insan görür. Siyasət dəyişir, liderlər dəyişir, amma əziyyəti xalq çəkir. Ancaq Venezuelaya girərkən Trump